Elhamdülillahi Rabbil alemin. Və salatu və salamu ala Rasulina Muhammed və ala alihi və sahbihi əcma'in. Əmmə ba'd. Esselamu aleykum və rahmetullahi və barakatuhu. Və aleyhisselam və rahmetullahi və barakatuhu. İmam Müslim Səhih əsərində Kitab-ül İman, yəni iman kitabında və Səhih əsərində ən birinci hədisdə rəvayət eləyir ki, Yahya ibn Ya'mar deyir ki, mən Hümeyd ibn Abdurrahman ilə birlikdə həccə və ümrəyə çıxdım. Və deyir, Bəsrədə ilk kişi idi ki, Ma'bad el-Cühəni bunu danışır ki, Yahya ibn Ya'mar rahimehullah deyir ki, Bəsrədə ilk kişi Ma'bad el-Cühəni idi ki, qədəri inkar edirdi. Bu fikirlə çıxmışdı. Və bu ərəfələrdə idi, mən deyir, öz yoldaşım Hümeyd ibn Abdurrahman ilə birlikdə deyir, həccə çıxdım. Və həccə gedəndə təbii ki, Mədinəyə, Məkkəyə baş çəkəcəklər ziyarət üçün. Və deyir, o ümidi eləyirdi ki, Allah Rasulunun əshabından kimlərsə görək. Və bu barədə, yəni bu qədərlər barəsində onlara sual verək, soruşaq. Və xülasə, Yahya deyir ki, Abdullah ibn Ömər radiyallahu anhunu məsciddə gördük və gəldi, yanında oturduq və dedik ki, ya İbn Ömər, biz tərəflərdə bəzi qruplar çıxıb, bəzi insanlar çıxıb, qədər barəsində danışırlar. Yəni, özlərini Quran oxuyan, elm tələb edən kimi göstərirlər və qədəri inkar edirlər. Qədər barəsində danışmağa başlayırlar. Və Abdullah ibn Ömər radiyallahu anhu deyir ki, əgər onları görsəz, onlara çatdırarsınız ki, mən onlardan uzağam. Və vallahi, onlar Uhud dağı qədər qızıl sədəqə versələr və qədəri inkar etdiklər təqdirdə heç bir əməllər Allaha yüksəlməz. Və sonra atası Ömər ibn Xattab radiyallahu anhudan eşitdiyi bir hədisi nəql edir. Və hədis uzun hədisdir, məşhur Cəbrail hədisidir. Hansı ki, Ömər ibn Xattab radiyallahu anhu deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm ilə oturmuşdu. Və bir də gördük, ağappaq paltarda və saçları qapqara və üzərində də heç bir səfər əlaməti olmayan, yəni müsafirə oxşamırdı. Bu cür bir insan gəldi, oturdu Peyğəmbər sallallahu aleyhi və səlləmin önündə və dizlərinə dayadı və əllərini qoydu öz dizinə və başladı sual verməyə və məşhur hədisdir, hamınız bilirsiniz, iman barəsində, İslam barəsində, ihsan barəsində və həmçinin qiyamətin bəzi əlamətlərindən sual verir və Peyğəmbər sallallahu aleyhi və səlləm imanın tərifində buyurur ki, iman Allaha, mələklərinə, kitablarına, axirətə, qədərə, onun xeyrinə və şərrinə iman etməyindir. Və Abdullah ibn Ömər atasından eşitdiyi Peyğəmbər sallallahu aleyhi və səlləmin bu hədisini qədərin isbatı üçün dəlil olaraq gətirir. Ki, qədərə iman, imanın rükunlarındandır. Və təbii ki, bu hədisdə çox böyük faydalar var. Alimlər bu faydalardan çox danışırlar. Təbii ki, bizim dərsimizə uyğun olan qədər mövzusunda olan faydalardır. O faydalardan birincisi budur ki, hansı ki, bu hədisi İmam Müslim Səhih əsərində rəvayət edəndə həmin bölümün adını bu cür qoyur ki, iman, İslam və ihsanın bəyanı, yəni nə olması və həmçinin qədərin isbatı
və qədəri inkar edənlərdən uzaq durmaq bölümü. Və onlar haqqında ağır söz söyləməyin bəyanı. İmam Müslim belə bir bölüm açır. Hətta bəzi alimlər bu hədisdən hökm çıxarıblar ki, bu hədis, Abdullah ibn Ömərin sözü dəlildir ki, qədərlər kafirdirlər və qədəri inkar etmək küfürdür. Çünki Abdullah ibn Ömər radiyallahu anhu deyir ki, onlar qədəri inkar etdikləri təqdirdə heç bir əməlləri Allah yüksəlməz. Və həmçinin bu hədisdə bəlli olur ki, Yahya ibn Ya'mərin sözündən bizə bəlli olur ki, qədəri ilk inkar edən və qədər barəsində ilk danışan Ma'bəd əl-Cühəni olub, Bəsrədə. Amma ümumən götürsək, necə ki, İmam Abdurrahman Əl-Əvza'i, Yəmənli tabiin, rahiməhullah, deyir ki, qədər barəsində ilk danışan İraq əhlindən Susən adında bir nəsrani olub. Nəsrani idi və sonra İslama gəldi və özünü müsəlman kimi göstərdi. Və ilk dəfə qədər barəsində danışan o idi. Və sonra Ma'bəd əl-Cühəni bu fikri ondan götürür və sonra Qaylən adında şəxs bu fikri Ma'bəd əl-Cühəndən götürür. Ona görə qədərlərin firqələrindən biri Qayləniyyədir. Hansı ki, Qaylənə nisbət edilir. Və Abdurrahman Əvza'i rahməhullah öz vaxtında o şəxsin qətlinə fərman vermişdi. Və Abdurrahman Əvza'inin fətvası ilə, hökmü ilə həmin o Qaylən edam edilmişdi. Çünki sələf bilirdi ki, qədəri inkar küfürdür. Və hansı ki, İmam Tirmizinin rəvayət elədiyi, Həsən sənədi ilə rəvayət elədiyi bir hədisdə Abu Hüreyrə radiyallahu anhu deyir ki, biz qədər barəsində, yəni biz sahabələr qədər barəsində mübahisə edirdik və bu ərəfədə Peyğəmbər sallallahu aleyhi və səlləm gəlib çıxdı. Və bizi bundan çəkindirdi və dedi ki, məgər siz bununla əmr edilmişsiniz, yoxsa mən bununla göndərilmişəm? Və bəyan elədi ki, sizdən əvvəlkiləri məhv edən də bu oldu. Və bu hədis göstərir ki, hətta sahabələr belə bu məsələdə mübahisə etmişdilər. Və Peyğəmbər sallallahu aleyhi və səlləm onları bundan çəkindirmişdir. Hətta qədər barəsində mübahisə təbii ki, İslamdan qabaq belə olub. Hətta Quranda elə ayələr var ki, müşriklər qədəri öz asiliklərinə dəlil gətirirdilər ki, əgər Allah istəməsəydi biz və atalarımız ona şərik qoşmazdıq. Və Peyğəmbər sallallahu aleyhi və səlləm qədərlərin gələcəyi barəsində xəbər vermişdi. Və səhih olan bir hədisdə buyurur ki, qədərlər bu ümmətin məcusilərdir. Qədərlər bu ümmətin məcusilərdir. Onlardan biri ölsə, cənazəsində iştirak etməyir. Və onlardan biri xəstələnsə, onu ziyarət edir. Qədərlər bu ümmətin məcusilərdir. Fəqət bəzi alimlər deyib ki, yəni qədərlər kimdir? Bəzi alimlər olub ki, deyiblər qədərlər cəbirlərdir. Cəbirlər o kəslər ki, deyiblər insanın ixtiyarı yoxdur. İnsan ixtiyar sahibi deyil. Və bəzi alimlər deyiblər ki, yox. Qədərlər o kəslərdir ki, onlar qədəri inkar edənlərdir. Yəni muqtəzilər. Və səhih olan da budur. Çünki başqa bir hədisdə, Həsən hədisdə, Abu Davudun rəvayət elədiyi hədisdə və İbn Məcənin. O hədisdə gəlir ki, bu ümmətin məcusiləri qədəri inkar edənlərdir. Və bu hədis o hədisi açıqlayır ki, qədərlər kimdir?
Yəni qədəri inkar edənlər, qədəri isbat edənlər yox. Və səbəb nədir? Peyğəmbər sallallahu aleyhi və səlləmin qədərləri məcusilərə bənzətməsində bəzi fikirlər var və ən səhih olan rəy budur ki, çünki bəzi alimlər deyib ki, məcusilər xeyri Allaha nisbət edirdi və şərri, yəni kökündən Allaha nisbət etməzdilər. Ona görə qədərlər, yəni qədəri inkar edənlər bu yöndə məcusilər bənzəyiblər. Və daha doğru rəy budur ki, məcusilər qədəri tamamilə inkar edirdilər. Dəlil, Peyğəmbər sallallahu aleyhi və sələm bu hədisi. Çünki Allah Rasulü deyəndə ki, qədərlər bu ümmətin məcusiləridir, o bir hədisdə açıqladı. Dedi ki, bu ümmətin məcusiləri kimdir? Qədəri inkar edənlər. Deməli, qədərləri məcusilərlə birləşdirən budur. Qədəri inkar etmələri. Və qədər və qəza və ya qədəru qəza. Qədər lüğavi cəhətdən təqdir, yəni bir şeyin təyini. Qəza isə lüğavi cəhətdən, yəni hökm qoymağa deyilir. Hökm verməyə deyilir. Təbii ki, qədər və qəza eyni iman və İslam ləfsləri kimidir. Necə ki, iman və İslam ləfsləri ayrı-ayrılıqda deyiləndə biri birisini əvəz edir. Deyiləndə İslam həm də nəzərdə tutulur iman. Ayrılıqda deyilsə ki, iman nəzərdə tutular İslam. Amma ikisi bir yerdə qeyd edilsə, iman və İslam, onda iman deyəndə batini əməllər, İslam deyəndə zahiri əməllər nəzərdə tutulur. Qədər və qəza da belədir. Təklikdə qədər deyəndə qəzanı da içinə alır. Qəza deyəndə qədəri də içinə alır. Sual bundadır ki, yaxşı, qədəru qəza deyəndə, ikisini bir yerdə qeyd edəndə, qədər nədir, qəza nədir? Əhl-i-Sünnə və Cəmaənin etiqadına görə qədərə imanın 4 mərtəbəsi var. Hansı ki, bu dərs, yəni bu dərsin mövzusu budur. Qədərə imanın 4 mərtəbəsi var. Və kim öz qəlbində, öz imanında bu 4 mərtəbəni toplasa, cəm etsə, inşallahu teala onun qədərə imanı tamdır. Və biri əksi olsa, qədərə imanı naqisdir. Və ya qədərə imanı batildir. Və qədər deyəndə qədərə imanın ilk 2 mərtəbəsi nəzərdə tutulur. Qəza deyəndə qədərə imanın son 2 mərtəbəsi nəzərdə tutulur. Və bunlar hansılardır? Bunlardan birincisi Allah subhanahu və teala'nın elminə iman etməkdir. Və bu qədərə imanın əsaslarındandır. Hər bir müsəlman iman etməlidir ki, Allah azza və cəllə bütün kainatı yaratmamışdan öncə və məxluqatı xəlq etməmişdən öncə var olacaq hər şeyi ümumən və xüsusən hər şeyi bilirdi. Və mümkün də deyil ki, bilməsin. Çünki cəhalət ilahlıq vəsiflərindən deyil. Və Allah azza və cəllə Quran-ı Kərimdə Ən'am surəsində buyurur ki, وَسِعَ رَبِّي كُلَّ شَيْءٍ عِلْمًا Mənim Rəbbim hər şeyi öz elmi ilə əhatə edir. Talaq surəsində Allah azza və cəllə buyurur, أَنَّ اللّٰهَ قَدْ أَحَادَ بِكُلِّ شَيْءٍ عِلْمًا Allah hər şeyi öz elmi ilə əhatə edir. Və bu həmçinin rəddi Allah hər yandadır deyənlərə. O kəslər ki, deyirlər, Allah öz zatı ilə hər yerdədir, bu ayə onlara rəddir. Allah azza və cəllə buyurur, Ənəllaha qad əhədə bi kulli şeyin ilmə. Allah hər şey əhatə edib. Bəli, nəyi ilə? Elmi ilə. Və Allah azza və cəllə buyurur, Vallahu ya'ləmu mə tusirrunə və mə tu'linun. Allah sizin gizlətdiklərinizi və aşkara çıxartdığınız hər şey bilir.
Və başqa ayədə Allah Azza və Cəllə buyurur ki, وَعِنْدَهُ مَفَاتِحُ الْغَيْبِ لَا يَعْلَمُهَا إِلَّا هُ Qeybin açarları, qeyb nədir? Yəni, hazır olmayan bir şey. Yəni, qeybdir. Ola bilsin, hələ bu yoxdur, bu baş verməyib. Buna deyirlər qeyb. Və Uca Allah buyurur ki, qeybin açarları onun yanındadır. Və onu ondan başqa heç kim bilmir. وَيَعْلَمُ مَا فِي الْبَرِّ وَالْبَحْرِ Dənizdə, suda və quruda olan hər şey bilir. وَمَا يَسْقُطُ مِنْ وَرَقَةٍ إِلَّا يَعْلَمُهَا Heç bir yarpaq belə onun bilgisi olmadan yerə düşməz. وَلَا حَبَّةٍ فِي ظُلُمَاتِ الْأَرْضِ Hətta yerin zülmətində olan bir toxum belə onun elmindən kənarda qalmaz. Yaş və ya quru. Bütün bu ayələr dəlildir ki, Allah Azza və Cəllə bütün məxluqatı yaratmamışdan öncə var olacaq hər şeyi əzəli elmi ilə bilirdi. Və bu qədərə imanın birinci mərtəbəsidir. Və qədərə imanın ikinci mərtəbəsi Allah Azza və Cəllənin məxluqat üzərindəki o əzəli bilgisinin yazıya alınmasına iman etməkdir. Və müsəlman iman edir ki, bütün məxluqatın qədəri təyin edilib. Allah Azza və Cəllənin əzəli olan elmi ilə hər şey yazılıb. Necə ki, Abu Davudun və İmam Tirmizinin rəvayət elədiyi səhih hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, فَأَوَّلُ مَا خَلَقَ اللّٰهُ الْقَلَمِ Allah Azza və Cəllənin ən birinci xəlq etdiyi şey qələmdir. قَالَ لَهُ اُكْتُبْ قَالَ مَا اَكْتُبْ قَالَ اُكْتُبْ مَا هُوَ كَائِنِ إِلَى يَوْمِ الْقِيَامَةِ Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Allah Azza və Cəllənin ilk yaratdığı şey qələmdir. Və ona dedi ki, yaz. Şeyx İbn Useymin rahmehullah deyir ki, qələm təəccübləndi. Yəni, qələm bilmədi nəyi yazsın. Ona görə sual verdi. Mə əktub? Nəyi yazın? Allah Azza və Cəllə buyurdu ki, uktub mə huvə kəin ilə yevmil qiyamə. Qiyamətəcən olacaq hər şey yaz. Və başqa ləfsdə gəlir ki, qələm yazdı və yazısı, yəni mürəkkəbi nur idi. Və yazdığı lövhə nə idi? Lövh-ü məhfuz, yəni qorunmuş lövhə. Və bu hədisə görə Şeyx Əlbani rahmehullah deyir ki, Allah Azza və Cəllənin məxluqat içərisində yaratdığı ən birinci şey qələmdir. Amma cümhur uləma, yəni alimlərin əksəriyyəti bu rəydədir ki, Allah Azza və Cəllənin yaratdığı ən birinci məxluq onun ərşidir və sonra qələm. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm İmam Müslimin səhih əsərində rəvayət elədiyi hədisdə buyurur ki, Kətəbəllahu məqadirəl xəlaiq qablə ən yəxluqəs səməvati vəl-ard bi 50.000 sənə. Allah subhanət hala bütün məxluqatın qədərini göyləri və yeri yaratmadan 50.000 il öncə yazdı. 50.000 il öncə. Və hədisin davamında buyurur ki, وَعَرْشُهُ عَلَى الْمَاءِ Və ərşi suyun üzərində idi. Ona görə Şeyxülislam İbn Teymiyyə rahmehullah buyurur ki, Allah subhanahu ta'ala qələmi yaratdığı vaxtda artıq ərşi suyun üzərində idi. Və başqa hədisdə İmam Buxarinin rəvayət elədiyi başqa hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Kən Allah və la şeyə ma'ah və kənə arşuhu aləl mə və kətəbə fi zikri kullə şey. Allah var idi və onunla birlikdə heç nə yox idi və ərşi suyun üzərində idi. Allah var idi
və onunla bərabər heç nə yox idi. Ancaq ərşi suyun üzərində idi. Və zikirdə, yəni o lövhədə, o kitabda hər şeyi yazdı. Hansı ki, bayaqları zikirlədiyim ayədə Allah subhanahu teala buyurur ki, وَمَا يَسْقُطُ مِنْ وَرَقَةٍ إِلَّا يَعْلَمُهَا وَلَا حَبَّةٍ فِي ظُلُمَاتِ الْأَرْضِ وَلَا رَطْبٍ وَلَا يَابِسٍ إِلَّا فِي كِتَابٍ مُبِينٍ. Yəni, elə bir yarpaq yoxdur ki, Allah Azza və Cəllənin izni olmadan yerə düşməsin. Allahın bilgisi olmadan. Və Allahın elmindən kənar yerin zülmətində bir dən belə yoxdur. Yaş və quru, hər şey açıq aydın kitabdadır. Və bu ayə dəlildir ki, məxluqatın qədəri illə fi kitabin mubin, açıq aydın kitabda yazılır. Bu Qurandan dəlildir. Ən'am surəsi 59-cu ayə. Və bu səbəbdən İmam Tahavi rahmehullah öz əqidəsində buyurur ki, وَنُؤْمِنُ بِاللَّوْحِ وَالْقَلَمِ وَبِجَمِيعِ مَا فِيهِ قَدْ رُقِبْ. Biz, yəni əhlüs-sünnə vəl-cəmaə, lövhə, yəni lövh məhfuza və qələmə iman edirik. Və o lövh məhfuzda yazılan hər şeyə. Ona görə İbn Qayyim rahmehullah Nuniyyədə və İmam Bərbəhari Şərh-ü Sünnədə deyir ki, bəzi şeylər var ki, onlar fani deyil, onlar əbədidir. Cənnət, cəhənnəm, ərş, kürsi, sur, həmçinin lövh, hansı lövhə, hansı kitab? Məhfuz və bir də qələm. Bu 7 şey əbədidir. Yəni, sonu gəlməyəcək bu şeylərin. Və lövh və qələm də bunlardandır. Hansı ki, Allah Azze və Cəllə buyurur, Bəl huvə Qur'anun məcid fi ləvhin məhfuz. Açıq aydın ayət ki, yəni bu şanlı bir Qur'andır, lövh məhfuzdadır. Fi ləvhin məhfuz. Yəni, qorunmuş kitab, qorunmuş lövhə. Bu lövhə nədəndir? Taxtadandır, dəmirdəndir, qızıldır, gümüşdəndir, nədəndir? Biz bilmirik. Və bizə məlum olan, bizim üzərimizdə vacib olan, Quran və sünnədə nə gəlibsə səhih, ona iman etməkdir. Allah Azza və Cəllə açıq aydın buyurur ki, illə fi kitabin mubin. Yəni, elə bir şey yoxdur ki, açıq aydın kitabda olmasın. Və sonra o kitabın adını deyir. Fi ləvh məhfuz, lövh məhfuzda. Niyə görə deyilib lövh məhfuz? Çünki bu lövhə qorunub. Bütün məxluqatın nəzərindən, bütün məxluqatın əlindən, bütün məxluqatın nəfəsindən. Və həmçinin bu lövhə qorunub dəyişkənlikdən. O lövhədə, o kitabda yazılan heç bir şey dəyişə bilməz. Və həmçinin qələm, hansı ki Allah Azze və Cəllə buyurur, Nun vəl-qələmi və mə yəsturun. Nun, and olsun qələmə və yazdıqlarına. Və müfassirlərin, təfsirçilərin əksəriyyəti buraydadır ki, Allah Azza və Cəllənin bu ayədə and istəyi qələm ən əzəmətli qələmdir. Hansı ki, bütün məxluqatın qədərini yazmışdır. Və təbii ki, Əhl-i Sünnə vəl Cəmaənin etiqadına görə bu yazılan qədər ki var, bu 3 və ya 4 hissəyə bölünür. Yəni, alimlərin ittifaqla dediyi 3'dür. Onlardan birincisi əzəli təqdirdir. Əzəli yazı. Hansı ki, bayaqla qeyd elədim. Allah subhanahu teala kainatı yaratmamışdan 50.000 il öncə yaratdı qələmi və ona dedi yaz və bütün məxluqatın qədəri yazıldı. Bu əzəli təqdirdir.
Və ikinci təqdir, ikinci yazı ömürlük olan yazıdır. Bu da Buxari və Müslimdə İbn Məsudun radiyallahu anhunun rəvayət elədiyi hədisdə gəlir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, mələk gələr 4-cü ayda ana bətnində ruhu üfləyər və onun ruhsunu, həmçinin onun əcəlini, onun əməlini və onun xoşbəxtmi, bədbəxtmi olacağını yazar. Və bu yazı ömürlük təqdirdir. Və bir də var illik təqdir, hansı ki o da Qədr gecələrində olur. Və Leylətul Qadr, yəni Qədr gecəsi mənalarından biri də budur. Çünki iki mənası var. Mənalarından biri Qadr kəlməsinin, yəni dəyər, qiyməti uca olan, dəyərli, hörmətli gecə və mənalarından biri və əsas mənası, yəni təqdir gecəsi, hökm gecəsi. Çünki Allah Azze və Cəllə buyurur ki, İnna ənzəlnəhu fi leylətin mübarəkə, biz onu mübarək bir gecədə nazil etdik, fiyhə yufraqu kullə əmrin hakim. O gecədə hər bir hikmətli iş ayırt edilir Qədr gecəsində. Duxan surasındakı ayədir, əvvəllərində və Peyğəmbər sallallahu aleyhi və səlləm hədisində buyurur ki, bu gecədə illik qədər təyin edilir. Yəni bu gecədə kimlər, bu il kim doğulacaq? Bu Qədr gecəsindən növbəti Qədr gecəsinəcən. Kimlər vəfat edəcək? Kimlər həccə gedəcək? İllik yazıdır. İllik təqdir. Hansı ki bunlar Quran və sünnədə sabitdir. Və bəzi alimlər də Ar-Rahman surasında olan bir ayəyə görə deyiblər ki, həmçinin günlük təqdir də var, gündəlik təqdir və bəzi alimlər bunu zikirləməyiblər. Və hər bir halda bu iki qeyd elədiyim qədərin ilk iki mərtəbəsidir. Onlardan birincisi iman etmək ki, Allah subhanahu teala məxluqatı yaratmamışdan öncə hər şey bilirdi və ikincisi bütün məxluqatın qədərini təyin edib və yazıb. Xülasə etsək, Allahın elminə və qədərin yazılmasına iman. Hansı ki bu ikisini inkar edən qədim dövrlərdə qədərlərinğulat olanları olub. Yəni, Qulatul qədəriyyə ki var, qədərlərin ən həddi aşanları, hətta bu ikisini inkar ediblər. Və sonrakilərdən az bir qismi, yəni sonraki qədərlərdən çoxsu bu ikisini ispat ediblər. Məsələn, müasir qədərlərin əksəriyyəti qədərin bu iki mərtəbəsini ispat edir. Onların inkar etdikləri qədərin son iki mərtəbəsidir. Amma elə qədərlər olub ki, həm qədimdə, həm də müasir zamanda qədərin hətta bu iki mərtəbəsini də inkar ediblər. Və deyiblər ki, Allah Azza və Cəllə məxluqatı yaratmamışdan öncə onu bilmirdi. Bir hadisə baş verməmişdən qabaq onu bilmir. Ta ki, o hadisə baş verənəcən. Və o hadisə baş verəndən sonra onu bilir. Onda Allah Azza və Cəllənin elmi ilə məxluqun elmi arasında nə fərq oldu? Zaten biz də bir hadisə baş verəndən sonra onu bilirik. Onda yaradan ilə yaradılanın elmi arasında fərq nədir? Və sonra gəlir qədərin son iki mərtəbəsi. Müsəlman iman edəndən sonra ki, Allah Azza və Cəllə hər şey bilir, hətta məxluqatı yaratmamışdan öncə. Və bütün məxluqatın qədərini təyin edib və sonra gəlir qəza. Yəni, o qədərdə təyin edilən Allahın əzəli elmi ilə yazılan hadisənin baş verməsi. Və üçüncü mərtəbə budur ki, baş verən hər bir hadisə
Allah Azza və Cəllənin istəyi ilə olur. Yəni bu kainatda Allahın istəmədiyi bir şey baş verməz. Bir dəfə bidət əhlindən biri məndən bir kitab tələb elədi ki, qədər mövzusunda. Bu da əqidədə qədəri idi, rafisi idi. Mən də verdim bu kitabı buna, bir həftəyə bu kitabı vərəkləyib. Və kitabı mənə qaytaranda deyir ki, bir şeyə təəccübləndim. Kitabı oxuyub, qədər barəsində Əhl-i-Sünnə vəl-Cəmanın etiqadı ilə tanışdı artıq. Və təəccübləndiyi şeyə bax. Deyir, mən təəccübləndim ki, yəni siz iddia edirsiniz ki, kainatda olan hər şey Allahın istəyin olur. Yəni, məsələn, İmam Hüseyin o cür müsibətə məruz qaldı. Yəni, bu Allahın istəyin olur. Mən də dedim ki, biz sizə təəccüblənirik. O sözümüzə ki, siz deyirsiniz, bu kainatda Allahın hər istədiyi olmur və bu kainatda Allahın istəmədiyi şeylər olur. Əslində təəccüblənəcək şey budur. Hansı ki, kainat Allah Azza və Cəllə mülküdür və sən iddia edirsən ki, Allahın mülkündə onun izni olmadan hadisələr baş verir. Allahın mülkündə onun izni olmadan, onun istəyi olmadan nələrsə baş verir. Və qədərləri çaşdıran məsələ budur. Onların azğınlığa düşdüyü məsələ budur. Onlar Allah Subhanahu Teala'nın iradəsini ayırmayıblar. Əhl-i-Sünnə vəl-Cəmaya görə Allah Azza və Cəllənin iradəsi iki növdür. Var kovni, var şəri. Var kovni, var şəri. Kovni iradə, o iradədir ki, o mütləq baş verir. Yəni, məsələn, sual verilsə ki, günəş Allahın istəyi ilə çıxdı, cavab bəli. Gecə gündüzə, gündüz gecəyə Allahın istəyi ilə qatışdı, bu fəsillər Allahın istəyi ilə növbələşir, cavab bəli. Bu istək, qovni istəkdir. Yəni, Allah hər gün günəşin şərqdən çıxmağını və qəribdə batmağını istəyir, iradə edir. Bu olur. Bu qovni istəkdir. Bu mütləq baş verməlidir. Və bir də var Allah Azza və Cəllənin şəri istəyi. Hansı ki, bu məhəbbəti mənasındadır. Bu olmaya bilər. Yəni, məsələn, Allah Azza və Cəllə istəyir, qulları ona ibadət etsin. İbadət edənlər də var, ibadət etməyənlər də. Allah istəyir ki, fikir ver, istəyir ki, qulları ona ibadət etsin. Bu Allahın istəməyi kovni istək deyil, şəri istəkdir. Məhəbbəti mənasındadır. Yəni, qədərləri çaşdıqları məsələ budur, əsas. Onlar Allah Subhanahu Teala'nın bütün istəyini kovni istək kimi götürüblər. Daha doğrusu, şəri istək kimi götürüblər. Və elə başa düşüblər ki, məsələn, bu kainatda bir müsibət, bir fəlakət bir baş verirsə və ya kafir küfr edir, məsələn, fasiqlik edirsə, günah işləyirsə, bu edilən əməllər Allahın istəyi ilə olursa, deməli, Allah bu şeylərdən razıdır. Onlar bunu götürüblər necə? Şəri istək, məhəbbət mənasında. Və Əhl-i-Sünnə vəl-Cəma deyib ki, xeyr, Allah bu asiliklərdən razı deyil. Yəni, Allah bu asilikləri sevmir. Yəni, bu asiliklər Allahın şəri iradəsi ilə olmur. Yalnız kovni iradəsi ilə olur. Yəni, sual verilsə ki, məsələn, qulun asiliyi Allahın istəyi nə olur? Biz deyirik. Əgər nəzərində Allahın şəri istəyini tutursansa, xeyr. Allah Subhanahu Teala bundan razı deyil. Yox, əgər nəzərində kovni iradəni
tutursansa biz deyirik, Allahın mülkündə onun izni olmadan heç nə olmur. Allah subhanahu ta'ala izni olmadan onun mülkündə heç nə olmaz. Və qədərlərə görə bu iradə məsələsində, çünki qədərlərin əsas durduqları məsələ budur. Yəni azdıqları əsas məsələ budur. Yəni onlara görə belə bir misal deyim. Məsələ daha açıq olsun. Allah subhanahu, məsələn bir kafir istəyir ki, məsələn Allah subhanahu ta'ala istəyir ki, kafir iman etsin. Amma kafir istəmir. Qədərlərə görə, Əhl-i-Sünnə və Cəmaəyə görə burada hansı baş verməlidir? Yəni Allah Subhanahu taala istəyir ki, kafir iman etsin, kafir isə imanı istəmir. Hə? Yox, şəri. Çünki biz deyəndə ki, Allah Subhanahu taala istəmir kafir küfr etsin. Bu şəri istəkdir. Məhəbbəti mənasındadır. Məsələn, bir misal deyim. Sələflərdən biri deyir ki, gəmidə səfərə çıxmışdım. O gəmidə 2 nəfər var idi. Biri məcusi idi, biri də qədəri idi. Və təbii ki, məcusi ilə qədəri hələ eyni etiqaddadır. Bir fərq var ki, qədəri özünü İslama nisbət edir, məcusi özünü İslama nisbət etmir. Amma qədər məsələsində eyni etiqaddadırlar. Və qədəri başlayır bunu İslama dəvət eləməyə. Deyir ki, müsəlman ol. Məcusi də bilir bu qədəridir. Deyir ki, Allah mənim müsəlman olmağımı istəyirmi? Qədər deyir ki, Allah sənin müsəlman olmağını istəyir, amma şeytan sənin müsəlman olmağını istəmir. Və həmin məcusi deyir ki, amma mən indi müsəlman olmadım, mən kafir oldum. Onda kimin istəyi qalib gəldi? Fikir versən? Yəni bu etiqada görə biz nə deməliyik? Deməliyik ki, iblisin, şeytanın istəyi Allahın istəyinə qalib gəldi. Əgər götürsək ki, burada Allahın istəyi, kovni istəyi mənasındadır, belədir. Aydındır? Və ya dəvəsi itən biri gəlir, Abu Amr adında bir qədərinin yanına, o da ola bilsin məscid imamı olur, ondan dua istəyir, dua tələb edir ki, dəvəm itib, bəlkə onu tapa bildim. Bu qədər də əllərini açıb dua edir ki, Allahım, o dəvə sənin istəyin olmadan qaçıb. Onu geri qaytar. Yəni sənin iznin olmadan o qaçıb. Bu da bədəvi ərəb olur. Bu duanı eşidən kimi deyir ki, sənin duava mənim ehtiyacım yoxdur. Yəni mən ümid etmirəm ki, o dəvə ki, Allahın istəyi olmadan aradan çıxıbsa, Allahın istəyi olaraq mənə qayda. Bədəvi ərəb. Alim qədərdən ağıllıdır. Yəni qədərinin etdiyi duaya bax. Və ona görə Əhl-i-Sünnə və Cəmaə ittifaq ilə deyib ki, bu kainatda olan hər bir şey Allah Subhanahu Taala'nın istəyin olur. Hansı ki, Uca Allah kitabında buyurur, وَلَوْ شَاءَ رَبُّكَ لَجَعَلَ النَّاسَ أُمَّةً وَاحِدًا Əgər sənin Rəbbin istəsəydi, bütün insanlar tək bir ümmət olardı. Əgər sənin Rəbbin istəsəydi, bütün insanlar tək bir ümmət olardı.
Hud surəsi 118-ci ayə. Bu ayət kovni iradəyə dəlildir. Yəni Allah Subhanahu taala istəyəndən sonra mümkündürmü ki, insanlar tək bir ümmət olmasın? Uca Allah buyurur: "Yəhdi men yeşə və yudillu men yeşə." O da istədiyinə hidayət verən və istədiyinə azdıran. Deməli, hidayət və azdırmaq kimin istəyinə olur? Allahın. Bu kovni istəkdir. Amma şəri istəyə qayıtsa, təbii ki, Allah Subhanahu taalanın sevdiyi şəri istək olaraq hidayətdir. Və hansı ki, biz Qur'an və sünnədən bilirik ki, hər bir müsəlman sabah bir iş görəndə nə deyir? İnşaallah. Yəni, əgər Allah istəsə. Hansı ki, bu Qur'anda və sünnədə sabitdir. Sabah bir iş görəcəyin zaman inşallah de. Allah Subhanahu taala Rasuluna əmr edir. İnşaallah. Əgər Allah istəsə, fikir ver, şərt ədatlarındandır. Deməli, sabah edəcəyin bir şeydə Allahın istəyi şərtdir. İnşaallah. Əgər Allah istəsə, əgər istəməsə, olmayacaq. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm hədisində buyurur ki, müsəlmana tövsiyə edir ki, bir şeydə xeyir gördün, oturma. O şeyə can at. Əgər alınmasa, demək ki, kaş belə etsəydin, belə olardı. De ki, bu Allahın qədəridir və istədiyini etdi. Çünki hər şey Allahın istəyini olur. Ancaq məsələ budur ki, ola bilər, sənin şər bildiyin necə ayədə gəlir. Sənin üçün xeyirdir. Və ya xeyir bildiyin sənin üçün şərdir. Fəqət Əhlüsünnə vəl Cəmaənin etiqadına görə şər mütləq şəkildə Allaha nisbət edilmir. Biz deyirik ki, biz qədərə iman edirik onun xeyrinə və şərrinə. Hər şey Allahdandır. Yəni əslində xeyir də Allahdandır və şər də Allahdandır. Fəqət şər heç vaxt Allaha nisbət edilməz. Birincisi ədəbdən deyil. Buna görə ikincisi Allah Subhanahu Taala mütləq olaraq şər xəlq etməz. Yəni deyəsən ki, bu əvvəlindən sonunacan tamamilə şərdir. Allah Subhanahu Taala'nın mülkündə belə bir şey yoxdur. Hətta iblis, onun vəsvəsələri, yəni sən cənnəti nə ilə qazandın? İblisə tabi olmadın. Hə? Xeyirdir sənin üçün şər. Bu yöndə. Xeyir. Yəni iblisə tabi olmamağın sənə hara apardı? İblis sənə səbəb oldu, sən cənnətə girdin. Yəni ona tabi olmamağınla. Ona görə Allah Subhanahu Taala'nın mülkündə mütləq şər yoxdur. Məsələn, öz həyatımızdan bir misal verək. Tutaq ki, bir insan yaralanır, bir kişinin övladıdır, onun valideynin gözü qabağında aparırlar əməliyyata, cərrahiyyə əməliyyatına. Və təbii ki, burada nə var? Bıçaq, kəsir, doğruyur. İlk baxışdan nədir bu? Yəni, belə deyək, cahil adam üçün, bunu bilməyən adam üçün. Nə üçün deyirəm bunu bilməyən? Çünki biz qədərimizi bilmirik. Bunu bilməyən cahil adam üçün ilk baxışdan bu nədir? Şərdir. Amma bu doğrudan da mı şərdir? Yəni bunun mahiyyəti şərdən mi ibarətdir? Yox. Bu da belədir. Yəni əslində bizə şər görünən şeylər bizə nisbətdə şərdir. Ona görə şər bizə nisbət edilir. Allaha yox. Çünki Allaha nisbətdə şər yoxdur. Yəni bizim şər gördüyümüz şey bizə nisbətdə şərdir. İblis, asiliklər və s. Hamısı bizə nisbətdə şərdir. Allah Azza və Cəlləyə nisbətdə şər yoxdur. Çünki o, sonsuz hikmət sahibidir. Və həmçinin Allah Azza və Cəllə buyurur ki, İnnə həzihi təzkirə
فَمَنْ شَاءَ اتَّغَذَ إِلَى رَبِّهِ سَب۪يلًا وَمَا تَشَاءُونَ إِلَّا أَنْ يَشَاءَ اللّٰهِ. Həqiqətən bu bir zikirdir, bir xatırlamadır. Bu kitab bir öğüddür, bir nəsiyyətdir. Kimin üçün? فَمَنْ شَاءَ اتَّغَذَ إِلَى رَبِّهِ سَب۪يلًا. Rəbbinə doğru bir yol tutmaq istəyən şəxs üçün. Fikir ver. فَمَنْ شَاءَ اتَّغَذَ إِلَى رَبِّهِ سَب۪يلًا. Bu Qur'an kimə öğüddür? O kəsə ki, o Rəbbinə doğru bir yol tutmaq istəyir. Deməli, kim istəyir? Məxluq. Deməli, insanın iradəsi var. Yəni, ayənin bu qismi insanın iradəsini ispat edir, yoxsa inkar edir? İspat edir. فَمَنْ شَاءَ اتَّغَذَ إِلَى رَبِّهِ سَب۪يلًا. Bu Qur'an kimə öğüddür? Kimə nəsiyyətdir? O kəsə ki, kim ki Rəbbinə doğru bir yol tutmaq istəyir. İstəmək, iradə, bu kimə xasdır? Məxluqa. Bu, cəbrillərə rəddir. Cəbriyyə, hansı ki qədərlərin əksi, deyiblər ki, insan ixtiyar sahibi deyil. Qədərlər isə əksinə, deyiblər insan fail muxtardır. Yəni, tam ixtiyar sahibidir. Və Allah subhanahu teala'nın qədərini inkar ediblər. Və ayənin davamı وَمَا تَشَاءُونَ إِلَّا أَنْ يَشَاءَ اللّٰهِ. Və siz istəyə bilməzsiniz, Allah istəmədikcə. Bu da qədərlərə rəddir. Ki, hətta insanın iradəsi belə Allah subhanahu teala'nın iradəsindən asıldır. Və məxluqun iradəsi Allahın iradəsindən ucada deyil. Var olan hər şeyin iradəsi Xaliqin iradəsindən aşağıdadır. Və o iradəyə tabidir. Və başqa ayədə Allah subhanahu teala buyurur, İn huwa illə zikrun lil aləmin. O, yəni bu kitab, aləmlər üçün, məxluqlar üçün bir öğüddür, bir nəsiyyətdir. Kimin üçün? Limən şəə minkum ən yəstəqim. O kəsi üçün ki, o doğru bir yol tutmaq istəyir. Bu, kimə rəddir? Cəbrillərə. Və dəlildir ki, insanın istəyi var. İnsanın iradəsi var. Yəni, bu kitab kimin üçün ibrətdir? O kəsi üçün ki, o doğru yol tutmaq istəyir. وَمَا تَشَاءُونَ إِلَّا أَنْ يَشَاءَ اللّٰهُ رَبُّ الْعَالَمِينَ. Və siz istəyə bilməzsiniz, aləmlərin Rəbbi olan Allah istəmədikcə. Və bu da rəddir qədərlərə. Və bu qeyd elədikləri imanın qədərə imanın 3-cü mərtəbəsidir. Yəni biz etiqad edirik ki, var olan hər şey, baş verən hər şey Allahın istəyi ilə baş verir. Və 4-cüsü ki, bununla da qədərə iman tamamlanır, var olan hər şey Allahın izni ilə baş verir və var olan hər şey Allahın xəlqidir. Allahın yaratmasıdır. Allahın məxluqudur. Var olan hər şeyi xəlq edən Allahdır. Hətta bizim əməllərimizi də. Allah Azze və Cəllə buyurur ki, Allahu xaliqu kulli şey. Allah hər şeyin xaliqidir. Və bu ayənin hökmünə, bu ayənin ümumuna məxluqatın əməlləri də daxildir. Və Allah Azze və Cəllə başqa ayədə buyurur ki, Allah sizi və sizin etdiklərinizi yaradandır. Və həmçinin, bunu başqa cür izah eləsən, biz bilirik ki, insan məxluqdur. İnsan məxluqdursa, onun sifətləri və onun feilləri də məxluqdur. Çünki Xaliqin bütün sifətləri, yəni Xaliqin heç bir sifəti məxluq deyil. Allah subhanahu ta'ala kəlam sifəti var, Allah danışandır və biz Mu'təzilə kimi demirik ki, Allahın kəlamı məxluqdur. Yox. Niyə? Çünki Allah Xaliqdir.
Allah xaliqdir və xaliqin bütün sifətləri, yəni heç bir sifəti məxluq ola bilməz. İnsan ki, məxluqdur, onun bütün sifətləri də məxluqdur. Və əməl, feil insanın sifətidir və deməli məxluqdur. Yəni yaradılıb Allah tərəfindən. Ya sən deyə bilərsən, bəs bunu biz etmirik, bunu sən edirsən. Yəni sən Allahın iradəsinə bağlı olaraq, etmək istədiyi istəyirsən və edirsən. Və o anda o feili xəlq edən kimdir? Allah. Və başqa bir izahla, insan əməl edəndə o etdiyi əməli iki şeyin köməkliyi ilə edir. Yəni üçüncüsü yoxdur. Bir, iradədir, ikincisi qüdrət. Yəni insanın ona gücü çatması. Məsələn, tutaq ki, insanın danışması. Bu insanın nə idi? Feili, əməli. İnsanın istəyi olmadan danışa bilər. Məsələn, mən istəmirəm, danışmıram. Deməli, danışmaq üçün birinci sən istəməlidir ki, danışsın. İradə. İkincisi də qüdrət olmalıdır. Yəni, lal olmalı deyiləm. İkisindən biri əksi oldu, feil ortaya çıxmayacaq. Ola bilər, insanın qüdrəti var, amma istəyi yoxdursa danışmır. Və istəyi var danışmağa, amma qüdrəti yoxdur, danışa bilmir. Deməli, insanın bütün əməlləri iki şeydən asıldır. İnsanın istəyindən və insanın qüdrətindən. Yəni, əməl bu iki şeydən ibarətdir. Vəssalam. Sual. Səndə o istəyi, iradəni və səndə o qüdrəti xəlq edən kimdir? Allah. Deməli, nəticə nə olur? O əməlin xaliqi kimdir? Allah. Məsələn, Allah Subhanahu taala sənə istək verib, amma qüdrət verməyib. Məsələn, görmək feildir. Mən indi istəmirəm görüm. Gözlərimi yumacam, görməyəcəm. Amma gözüm tutaq ki, istəyirəm, amma Allah Azza və Cəllə mənə görmək qüdrətini verməyibsə, məndə görmək qüdrətini xəlq etməyibsə, mən görə bilərəm, hey istəyin. Deməli, insanın feili və etdiyi hər bir şey Allah Subhanahu taalanın məxluqudur, xəlq etdiyidir. Və bu qısa məlumat idi qədər barəsində və sual ola bilər ki, yəni qədər barəsində dərsliyə, çünki bir qardaşın evində imanın rukunlarından dərs deyirdim, Allaha iman, mələklərə, kitablara, axirətə və elə oldu ki, qədərə imanı burada keçdi. Yəni, səbəb budur. Və doğrusunu Allah bilir və dua edirəm ki, Allah Azza və Cəllə bizi sünnət üzərində sabitləsin. Amin. İnşallah bu ayet Allah'ın gördüğü qədərini yoxsa bu şeylər. Qardaş sual verir ki, İnşaallah demək Allah Azza və Cəllənin şəri iradəsinə aiddir, yoxsa qovni iradəsinə? Bunu sən özün-özündə bilə bilərsən. Ümumiyyətlə, Quran-ı Kərimdə hardan bilək ki, harda şəri iradədir, harda qovni iradə? Bu bilinir. Məsələn, o yerdə ki, Allah Subhanahu taalanın əmr və qadağanlarından danışılır, Allah Subhanahu taala tutaq ki, dəstəmaz ayəsində dəstəmazdan, təyəmmümdən, qüsurdan danışır və sonra buyurur ki, Allah sizə çətinlik istəmir, asanlıq istəyir. Bu istəmək nədir? Şəri. Çünki sən təyəmmüm imkanı ola, təyəmmüm almayıb, qüsul alsan, çətinliyə düşsən, yəni Allah Subhanahu taala bu şəri hökmünə əməl etməsən, sənin üçün asanlıq olacaq? Yox. Ona görə məcbursan ki, Allah Subhanahu taala bu şəri hökmünə əməl edəsən ki, qabağında asanlıq görəsən.
Ki, Allah subhanahu teala buyurur, Allah sizin üçün çətinlik yox, asanlıq istəyir. Bu şəri istəyidir. Amma inşaallah, və Allahın qovunu istəyidir. Qovunu istəyidir. Yəni, nə olursa, əslində kainatda nə baş verirsə, hər şey Allahın istəyinə baş verir. Hər şey Allahın qovunu istəyinə baş verir. Hər şey. Amma nə yazıbsa, yəni ki, o baş verir. Amma hər şey Allahın qovunu istəyinə baş verir. Qədərlər nə üçün bunu inkar elədilər? Qədərlər dedilər ki, xeyir olan hər şey, başa düşdük, Allahın istəyinə baş verir. Amma biz demirik ki, şər olan Allahın istəyinə baş verir. Çünki desək ki, şər olan Allahın istəyinə baş verir, onda biz demiş oluruq ki, Allah şərri istəyir. Elə bil, qovunu istəkdən keçdi nəyə? Şəri istəyə, məhəbbətə. Biz deyirik ki, şər üzərində Allahın şəri istəyi yoxdur, məhəbbəti yoxdur. Yəni, Allah şərdən, yəni, məsələn, asilikdən, küfürdən, şirkdən razı deyil. Bunu sevmir. Amma nə ki, baş verir, bayaqları misal dedim, ta ki, bir küfür. Məsələn, iblis ən böyük tağut. Bizə nisbətdə ondan böyük şər yoxdur. Hansı ki, şər bildiyimiz küfrün də, şirkin də səbəbkarı odur. Hə? Yenə də iblis Allaha nisbətdə, yəni iblisin xəlqi, yaradılması Allaha nisbətdə xeyirdir. Şər deyil. Aydındır? Ona görə deyilməz ki, Allah mütləq olaraq əvvəlindən sonunacan, məsələn, bir şər xəlq edib. Xeyr, Allahın mülkündə ona nisbətdə heç bir şər yoxdur. O şər bizə nisbətdədir. Sən deyə bilərsən ki, çünki mən qədərə, yəni iman mövzusunu biraz ixtisar elədim. Elə məsələlər var ki, o məsələlərə girmədim. Çünki bu həm də bəyənilmir. Bu məsələlərə girmək. Yəni, qədər məsələsində bəzi məsələlər var ki, hətta o məsələlərdə nəinki sıravi, hətta elm əhli və alimlər düşünüblər. Və Allah Azza və Cəllə verdiyindən kiməsə çatıb, hardasa, nəsə kiməsə çatmayıb. Və məcbur deyil ki, sənə də çatsın. Niyə? Çünki qədər mövzusunda hər şeyi sənin elmin ehtiva edə bilməyəcək. Çünki qeybi bir məsələdir. Bunu yadda saxla. Qeybi bir məsələdir. Bidət əhlinin azmalarına səbəb də budur. Yəni, sən təsəvvürlə ki, bidət əhli, məsələn, qədər mövzusunda danışanda fəlsəfə danışırlar. Yunan fəlsəfəsi ilə. Hansı ki, Yunan fəlsəfəsi ərəblərə tərcümə edildi, başladı İslamda kəlam, hansı ki, ona elm deyirlər, elm deyil, deyirlər kəlam elmi, yəni İslam fəlsəfəsi yarandı. Və təsəvvürlə ki, bu da nədən ibarətdir? Quran və sünnədən? Yox. Filosofiyadır. Ağıl, məntiq. Və ağıllar da müxtəlifdir. Hərə bir cür düşünür. Və təsəvvürlə ki, qeybi məsələlər üzərində ağılla başladılar mühakimə yürütməyə. Və çox qəribə səhnələr ortaya çıxdı. Məsələn, biri fəlsəfə ilə ortaya qoydu və ağlı ilə sübut eləməyə çalışdı ki, insan heç bir iradəsi yoxdur. Bir də fəlsəfə ilə ortaya bunu atdı ki, insanın iradəsi Allah Subhanahu iradəsindən asılı deyil. Və ya məsələn, adi məsələ, rü'yətullah məsələsi, Allahı qiyamət günü görmək. Fikir ver. Tutaq ki, əlvə bir dənə kəlam kitabı düşür, Mu'təzilənin və ya məsələn, rafisilərin, hansı ki, rü'yətullahı inkar edirlər. Açırsan kitabı, başlayır məntiqlə, yəni ağılla rü'yətullahı inkar eləməyə ki, bu qeyri-mümkündür. Və sabah əlvə birdən əşarilərin və ya maturidilərin bir kəlam kitabı düşür. Hansı ki, maturidilər və əşarilər rü'yətullaha etiqad edirlər, etmirlər? Edirlər. Baxırsan ki, bu da ağılla isbat edir ki, rü'yətullah haqdır. Ağılla. Yəni, məntiqlə isbat eləyir ki, rü'yətullah haqdır. Quran və sünnə ilə yox, məntiqlə. Görürsən? Hər ikisi batildir. Yox, hər ikisi batildir, yox. Misalı çəkməkdə məqsədim odur ki, ağıllar müxtəlifdir. Mu'təzilə özü 20-yə yaxın qrup idi. 20-yə yaxın
firqəyə bölünmüşdü. Və gördülər ki, gün-gündən çoxalırlar. Hərə də öz ağlından bir şey ortaya qoyur. Və dedilər ki, gəlin toplaşaq. Bir yerə girirlər, toplaşırlar ki, biraz sayımızı azaldaq. Çıxanda 20-dən çox çıxırlar. Aydındır? Çünki ağıllar müxtəlifdir. Ona görə şəri məsələləri, xüsusən də qeybi məsələləri ağla yönəltsə, ortaya bu cür səhnələr çıxacaq. Adi bir misal, tutaq ki, hələ biz qədər barəsində danışırıq. Qədər niyə görə qeyb məsələdir? Kim deyər? Yəni, qədərin əsli nədir? Yəni, qədərin əsli nəyə bağlıdır? Allahın əzəli elminə. Allah subhanət Allahın əzəli elmi bizim üçün qeybdir, qeyb deyil. Qeybdir. Yəni, məsələn, belə deyim. Sabah mənim başıma nə gələcək? Allah azza və cəllə bilir. Mən bilirəm. Deməli, sabah mənim başıma gələcək şey Allahın əzəli elmində var. Mən bilmirəm ki, bunu. Mənim üçün qeybdir. Fikir versən, qədərin əsli Allahın əzəli elminə bağlıdır. Sən hələm Allahın əzəli elminə bağlı, hansı ki elm, Allahın sifətidir, xaliqin. Bunu qoy qırağa. Gəl danışaq məxluqa xas qeybi bir məsələdən. Məsələn, ruh. Kim mənə ruhunun keyfiyyətindən danışar? Kim? Heç kəs. Nəinki sən? Heç o bidətçi də, o qədər barəsində danışan bidətçi də danışa bilməz. Necə olur ki, ruh qeybi bir məsələdir. Ancaq sənə xasdır. O barədə danışmırsan. Qədər qeybi bir məsələdir və Allahın əzəli elminə xasdır. O barədə danışırsan. Yəni şeytan, iblis bilir hansı qapıdan girmək lazımdır. Aydındır? Allah istəmədikdə siz istəyə bilməsiniz. Onlar bu da qayıdır onda Allahın istəyinə. Bəli. Yəni, əslində, bax, əslində, bir ağla dedim, insan bir şey edəndə istəyi ilə edir və Allahın və qüdrəti ilə edir. Hə? İndi sual verək. Allah subhanahu ta'ala istəməsə, o edə bilər? Cavab yox. Onun ki etməyi var, bunun əsli nəyə bağlıdır? İradəyə və qüdrətə. Deməli, Allah istəmədikcə o insan istəyə bilməz ki, hətta onu etsin. Çünki etməmişdən qabaq insan birinci nə edir? İradə edir. İstəyir və sonra edir. Məsələn, dəlidə iradə yoxdur. Yəni, ağlı yoxdur. Yəni, o hərəkətlərini təmzimləyə bilmir. Aydındır? Ona görə mükəlləf olan insandan fərqlidir. Ona görə hətta insanın istəyi belə Allah subhanahu ta'alanın kovni istəyinə bağlıdır. Şəri istəyinə yox. Kovni istəyinə. Allah bu şəri istəyin Allahın kövni istəyinədir. Hər bir şəri istək kovni istəkdir. Hər bir kovni istək şəri istək deyil. Aydındır? O belə. Bir də baxdıqdır bu gündəlik qədər barəsində. Gündəlik qədər. Ar-Rahman surəsində hansı ayət? O hər gün bir işdədir. O ayəni bəzi alimlər dəlil gətiriblər və bəzi təfsirçilər deyib ki, Allah subhanahu ta'ala hər gün neçə dəfə lövh-i məhfuza baxar və gündəlik yaradar, öldürər və rozu təyin edər. Və bəzi alimlər o ayəni və o ayənin təfsirini və bəzi hədisləri günlük qədər üçün dəlil gətiriblər ki, insanın səhəri açılır, onun artıq gündəlik qədəri təyin edilir. Aydındır? Həmçinin bəzi alimlər də danışıblar qələmlərin növlərindən, fayda kimi bunu da zikirləyirəm, və deyiblər ki, ən əzəmətli və birinci növ olan qələm Allah subhanahu ta'alanın yaratdığı ən birinci qələmdir. Və sonra qeyd ediblər ki, ikinci növ qələm, hansı qələmdir? Mələklərin vəhiy yazdığı qələm. Mələklərin vəhiy yazdıqları qələm. Peyğəmbər sallallahu aleyhi və səlləm Meyrac gecəsində o qələmlərin səslərini eşitirdi. Hətta o dərəcədə yüksəlmişdi. O qələmlərin səsini eşitirdi. Mələklər yazıb. Hə.
Həmçinin, bu da qeybə aiddir. Həmçinin o qələmlərin növlərindən biri də insan ki, mükəlləf olur, erkənli yaşına girir, sağında və solunda olan mələklərin onun əməllərini yazdıqları qələmi. Bu da mələklərə xasdır, o mələklərə. Belə. Bəyaxud ki, 7-də şey var, Allah Subhanahu daim əbədi qalacaqlar, Quran-ı Kərimdə öpməsi, məhfuzdur. Onlar alimlərin dedikləri öz kitabları yoxsa Qurandan alimlərin dəlilləri var onlar. Bu barədə nə isbat, nə də nəfi yönündə bir şey tapmadım. Fəqət yəni alimlər istihad ediblər və təbii ki, bu istihad da yəni Quran və sünnədən çıxarılmış bir rəydir. Hansı ki, Şeyxülislam İbn Teymiyyə Məcmu'ul Fətavada, İbn Qeym Nuniyyədə, həmçinin bayaqlar qeyd elədim, Bərbəhar Şərh-ü Sünnədə bundan qeyd ediblər və başqa alimlər. 7-sinə də Quran ayəsi var da demək istəyirəm ona. Var, bəli. Bir də bir şey deyim. Yəni bəzilərinin, tutaq ki, cənnətin, cəhənnəmin əbədiliyinə Qurandan dəlillər var. Amma söhbət geçsə ki, ərş, kürsü və ya qələm, lövh, məhfuz birbaşa olmasa da dolayısı yoluna var. Dəlillər ki, bəli. Bir də belə bir şey var ki, dua qədəri dəyişir. O necə başa düşək? Dua qədər dəyişir, bu da qədərdəndir. Yəni, hədisdə gəlir ki, dua qədər dəyişir. Amma biz bilirik ki, bu da qədərdəndir. Fəqət o dua qədər necə dəyişir? Bu bizim elmimiz çərçivəsində deyil. Amma biz bunu ispat edirik. Ancaq biz bilirik ki, həmçinin, o duanın qədəri dəyişməsi də qədərdəndir. Niyə? Hansı müsəlman etiqad edə bilər ki, Allah subhanahu ta'ala sənin, yəni kainatı yaratmamışdan öncə hətta, sənin filan vaxt nəyə görəsə dua edəcəyini bilmirdi və bunu lövh məhfuzda yazmamışdı. Yəni, var olan hər şey, sən təsəvvürlə ayəyə bax, وَلَا تَسْقُطُ مِنْ وَرَقَةٍ إِلَّا يَعْلَمُهَا. Yəni, ağacdan bir yarpaq onun bilgisi olmadan elminin çölündə yerə düşməz. Bu bir misaldır. Yəni, ağacdan yarpaq belə Allahın istəyi olmadan, Allahın izni olmadan, Allahın elminin kənarında yerə düşmür. Qaldı ki, başqa şeylər. Ona görə xülasə eləsək, var olan hər şey Allah subhanahu ta'ala'nın elmi və qüdrəti içərisindədir. Necə ki, Allah azə və cəllə buyurur, Ənəllaha qad əhadə bi kulli şeyin ilmə. Allah hər şeyi öz elmi ilə əhatə edib. Bəli. Şəhəri istəyən bəyaxud ki, tam belə düşürlər. Şəhəri qədər də yəni, insanın seçim ixtiyarları seçə bilərlər. Bəli. Köründə xeyr yoxdur. Xeyr. Allah subhanahu ta'ala sən ölməyi iradə edir. Sən deyə bilərsən ki, mən ölmək istəmirəm. Bu kovni istəyir. Bir də bugün Əzrə qardaşlar yola düşdü. Onlar üçün dua edin. Allah subhanahu ta'ala dua edirik ki, o qardaşlarımızın ibadətlərini məqbulləsin. Və dua edirik ki, o qardaşlar ki, həccə gedməyiblər, Allah subhanahu ta'ala onları nəsibləsin. Və kimlər ki, gediblər, Allah subhanahu ta'ala onları da nəsibləsin. Və yenə də dua edirəm ki, Allah subhanahu ta'ala bizə haqqı haqq kimi göstərsin və ona tabi olanlardan etsin bizi. Və dua edirəm ki, Allah azza və cəllə subhanahu və ta'ala batili bizə batil kimi göstərsin və bizi fitnədən və fitnəkarların şərrindən, bidətçilərdən, bidətdən və onların şərrindən və fitnəsindən qorusun və sünnət və haqq üzərində bizi sabitləsin. Doğrusunu Allah bilir. Subhanakallahumma və bihamdik. Əşhədu ən la ilahə illə ənt. Estağfiruka və atubu ileyk. İxlasla.com saytı tərəfindən təqdim olundu.